Sizi şəkər xəstəsi edəcək hər gün bilmədən etdiyiniz 5 səhv. 1. Gecə yemək yemək. Gecə saatlarında yeyilən qidalar şəkərin daha tez piyə çevrilməsinə səbəb olur. 2. Çox çay və kofe içmək. Gün ərzində suyu az, çay və kofeni çox içdikdə bədənimizdə susuzluq yaranır. Beyin bunu aclıq kimi qəbul edib daha çox yemək yemək istəyir. 3. Hərəkətsiz həyat tərzi. Az hərəkət edən insanlarda qanda şəkər daha tez yüksəlir və piyələnmə də artır. 4. Həddindən artıq un məmulatları. Ağ çörək, şirniyyat və ağ undan hazırlanmış qidalar qan şəkərini tez qaldıran əsas səbəblərdəndir. 5. Şəkərli içkilər. Özəlliklə enerji içkiləri qan şəkərini sürətli şəkildə qaldırır və zamanla insulin müqaviməti yaradır. Əgər sizin gündəlik rasionunuzda da bu cür qidalar varsa və onlardan qopa bilmirsinizsə, alfa-xorom sizə təbii yolla dəstək olacaq. Alfa-xorom bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoik turşusu və xrom maddəsi var. Bu maddələr qanda olan şəkərin səviyyəsini azaldır. Həkimlər bu səbəbdən insulin dirənci olan şəxslərə özəlliklə məhsulu tövsiyə edirlər. Bundan başqa aclıq hissini, şəkərə və şirniyyata olan meylliliyi də azaldır. Bədəndə yığılan piyləri parçalayır və yenilərinin yaranmasında qarşısını alır. Üstəlik bu yağların enerjiyə çevrilməsinə də dəstək olur. Məhsul həmçinin qandakı zərərli xolesterinin səviyyəsini azaltmağa da yardımcı olur. Bu da ki, ürək-damar xəstəliklərinin inkişafı riskini aşağı salır. Məhsul qüvvətli antioksidant özəlliyi sayəsində qocalma prosesini də önünə keçir. Bildirim ki, alfa-xoromu bütün apteklərdən əldə edə bilərsiniz.